Cənab Heyvan şokoladlı tort. Bugün Mr. Beast şokoladlı tortu hazırlandı və cəmi 4 ərcər lazım. Bu, lap əla resept. 3 stəkan xırdalanmış ayo keçeynisi, 2 çay qaşığı qabartma tozu və 1 yarım stəkan su. 345 dərəcəlik sobaya verin, təxminən 15 dəqiqə gedir. Mikrodalğalı sobaya koyun, ərisinə qədər saxlayın. Qarşınızda Mr. Beast şokoladlı tortu. Əvvəlcə peçenyeləri qarışdırın, süd əlavə edin, qəlibi tökün, şokoladı doğrayın və əridin, tortu tökün və sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə peçenyeləri qarışdırın, süd əlavə edin, qəlibi tökün, şokoladı doğrayın və əridin, tortu tökün və sonra yeyin və dadından həzz alın. Şokoladlı tort. Bugün şokoladlı keks edirik. Həm də hamısı bir tavanın içində, soba da lazım deyil. O qədər asandır ki, hər yerdə rahatlıqla edə bilərsiniz. Bu, həqiqətən möhtəşəmdir. İndi 1/4 1 stəkan un, 3 xörək qaşığı kakao tozu, 3də 1 stəkan şəkər, 4də 1 çay qaşığı soda, 2 xörək qaşığı ərimiş gərək yağı, 4də 1 stəkan süd və 1 yumurtanı qarışdırın. Üstünə qapaq qoyuruq və zəif odda 10-15 dəqiqə bişiririk. Möhtəşəmdir. Ağızda əriyir. Əvvəlcə un, kakao tozu və şəkər tozu, qabartma tozu, kərə yağı, süd, yumurta əlavə edin, şokolad yayın və sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə un, kakao tozu və şəkər tozu, qabartma tozu, kərə yağı, süd, yumurta əlavə edin, şokolad yayın və sonra yeyin və dadından həzz alın. Oreo biskviti. Bugün dünyanın ən yumuşaq Oreo biskvitini bişiririk və o qədər asandır ki, cəmi 5 ərzaq yetər. Bu tort o qədər yumuşaq və ləzzətlidir ki, dayana bilmirik. Əvvəlcə 3də 1 stəkan südü, 3 yarım xörək qaşığı duru yağla qarışdırırıq və orta aşağı odda qaynamağa gələnə qədər qızdırırıq. İndi 7 ədəd xırdalanmış Oreo'nu 5 yumurta sarısı ilə bir qabda qarışdırırıq. Ayrı bir qabda isə 5 yumurta ağını və 3də 1 stəkan şəkəri birləşdiririk. Yumurta ağlarını çırpmağa başlayırıq. Ağarıb yumuşaq uclar, soft peaks, yanana qədər davam edir. İndi isə bunu təxminən 1 saatlıq 300 dərəcəlik sobaya qoyuruq. Və budur, Oreo biskvit tortunuz hazırdır. Əvvəlcə süd və yağ əlavə edin, Oreo'nu qarışdırın, sarısını əlavə edin, çırpın və qəlibi tökün, sonra yeyin və nuş olsun. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə süd və yağ əlavə edin, Oreo'nu qarışdırın, sarısını əlavə edin, çırpın və qəlibi tökün, sonra yeyin və nuş olsun. Kərə yağı tortu.
Bu gün 4 ingrediyentlə kərə tortu edirik. Elə rahatdır ki, qaçış trenacorunda belə hazırlaya bilərsiniz. Bu elə möhtəşəmdir ki, az qala trenacordan yıxılıram. Əvvəlcə 2 stəkan xırdalanmış qraham krakerini, 2 çay qaşığı qabartma tozunu, təxminən 2 xörək qaşığı kərə yağı ilə qarışdıracağıq. Mən Challenge-in yeni salted caramel spreadini götürürəm. Çünki dadı tam möhtəşəmdir və müxtəlif ləzzətləri var. Və təxminən 2 stəkan süd. Keks qarışığını suz qazanına boşaldırıq. Qapağını örtüb, zəif odda bişənə kimi bişiririk. Dörd ingrediyentli kərə tortu hazırdır. Əvvəlcə kraker, qabartma tozu, karamel və südü əlavə edin, qəlibi tökün və şokolad əlavə edin, sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə kraker, qabartma tozu, karamel və südü əlavə edin, qəlibi tökün və şokolad əlavə edin, sonra yeyin və dadından həzz alın. Şokoladlı peçenye tortu. Bugün şokoladlı peçenye keks bişiririk. Cəmi 5 ingrediyent yetər. Elə rahatdır ki, vallah, bunu iqlunun içində də bişirə bilərsiniz. Bu elə dadlıdır ki, əvvəlcə 28 ədəd şokoladlı peçenye, çay qaşığı qabartma tozu, 1 stəkan süd əlavə edib blenderdə çəkirik. Orta aşağı odda qapağını bağlayıb 8-10 dəqiqə bişiririk. Şokoladlı peçenye keksiniz hazırdır. Əvvəlcə şokoladlı peçenyeləri, qabartma tozunu və südü qarışdırın, qəlibə tökün və şokoladı əlavə edin, sonra yeyin və nuş olsun. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə şokoladlı peçenyeləri, qabartma tozunu və südü qarışdırın, qəlibə tökün və şokoladı əlavə edin, sonra yeyin və nuş olsun. On iki qatlı şokolad. Bugün 12 qatlı şokoladlı tort bişiririk və bunu etmək asan. Cəmi 5 ərzaq lazım. Bu mənim ən yaxşı tortum. Əvvəlcə 2 paket xırdalanmış erik, 2 yarım çıtır, qabartma tozu və 2 yarım stəkan südü qarışdırın. Bunu 350 dərəcə, sobada 45-55 dəqiqə bişirin. Qanaş üçün 2 stəkan tünd şokoladı və 2 stəkan isti qaymağı qarışdırırıq. Bunu bir neçə saat dondurucuya atırıq. Və budur, 12 qatlı şokoladlı tort. Əvvəlcə əzilmiş Oreo, qabartma tozu, südü əlavə edin, üzərinə gəlib şokolad və şokoladı tökün və əlavə edin. Sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə əzilmiş Oreo, qabartma tozu, südü əlavə edin, üzərinə gəlib şokolad və şokoladı tökün və əlavə edin. Sonra yeyin və dadından həzz alın. Hevs toft. Bugün biz çox sadə şokoladlı tort bişiririk. Elə asandır ki, cəmi 4 ingrediyent yetər. Bu, əla şokoladlı tortdur. İlk öncə 28 ədəd xırdalanmış Oreo, 1 çay qaşığı qabartma tozu və 1 stəkan südü birlikdə qarışdırırıq. Bunu 350 dərəcə sobaya 15-20 dəqiqə qoyuruz. Sonra yenidən bir neçə dəqiqəlik sobaya yerləşdirin. Şokolad biraz ərisin.
Və budur, sadə bir şokoladlı tort hazırdır. Əvvəlcə Oreoları əzin, qabartma tozunu əlavə edin, qəlibə tökün və hər şeyi əlavə edin, sonra yeyin və dadından həzz alın. Bu barədə suallar xoşuma gəldi. Əvvəlcə Oreoları əzin, qabartma tozunu əlavə edin, qəlibə tökün və hər şeyi əlavə edin, sonra yeyin və dadından həzz alın. Şokoladlı tort reseptlərindən həzz alın.